Salam hörmətli tamaşaçılar, bu Bizik Tok Showsu efirdədir. Studiyamızın qonağı Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələskərdir. Aqil bəy, xoş gördük. Xoş gördük. Bu günlərdə bir maraqlı açıqlama ilə çıxış elədiniz. Bunu mən iddia da deyərdim. Macaristanda baş verən seçkilərdə Orbanın uduzmasını Trumpın Avropada aldığı şillə kimi istiqamətləndirdiniz, o formada yozdunuz, belə deyək. Bu nə qədər məntiqli bir fikirdir? Bilirsiniz, faktiki olaraq 16 illik hakimiyyətindən sonra Orban uduzdu və bütün parametrlərinə görə Orbanın növbəti dəfə qələbə qazanma şansının olduğu söylənirdi və Amerikanın vitse-prezidenti Vance gəldi, Orbanın birbaşa seçki kampaniyasında iştirak elədi. Bu çox nadir olan bir hadisələrdən biri idi ki, Amerikanın ikinci şəxsi bir ölkənin seçkilərinə bu şəkildə, açıq şəkildə müdaxilə edir və mövqeyini ortaya qoyurdu. Və bununla ürəkləri soymadı. Ard-arda Trumpın Orbanla bağlı açıqlamaları oldu. Orbanı dəstəklədiyini, Orbanın Avropadakı ən yaxşı və ən yaxın müttəfiqi olduğunu elan elədi. Bunların fövqündə demək olardı ki, Macaristan seçiciləri Orbanı seçməli idilər növbəti dəfə. Çünki dünyanın süper gücü bu adamın arxasındaydı. Amma faktiki olaraq bugün Orban çox ağır bir şəkildə məğlub oldu. Yəni 70%-dən çox əgər qarşı tərəf müxalifət səs alırsa, bu artıq Orbanın hakimiyyətinin ən ağır məğlubiyyətidir. Və bu məğlubiyyət həm də Trumpın məğlubiyyətidir. Çünki Trump Avropanın daxili işlərinə qarışmaq istədi. Avropada da belə deyək də, necə ki Latin Amerikasında bir prezidenti oğurlayır, bir prezidenti az qala təyin etmək istəyir. Eyni qaydada Trump Avropada da bir mövqe ortaya qoydu və mənim istədiyim adam seçiləcək dedi və əslində Orbanla bərabər Trump da Avropada çox ciddi bir məğlubiyyətə uğradı. Yəni Avropa və həm Macar xalqı, həm Avropa İttifaqı birmənalı şəkildə müxalifətin arxasında dayanaraq Trumpa əslində yerini göstərdilər ki, sən bizim daxili işlərimizə qarışa bilməzsən. Onu belə çıxır ki, Avropada Avropalılar Donald Trumpa və Amerika Birləşmiş Ştatlarına inamı yoxdur. Hətta biraz dərinə geçsək belə də çıxar ki, Donald Trumpa bir nifrət də var. Bugün sadəcə Avropada deyil. Bugün dünyada nifrət şkalasına baxsaq, Ukrayna və postsovet məkanındakı, məsələn, Gürcüstanı, Ukraynanı və digər bir neçə ölkəni çıxsaq ki, bu ölkələrdə belə deyək də, o nifrət şkalasında Putin birinci yerdədir və o birinciliyi heç kimə vermir. Amma dünyanın ümumilikdə dünyaya baxdıqda, bugün Trumpla Netanyahu o məsələdə heç kimə belə deyək də birinciliyi vermirlər və Trumpın ikinci dəfə hakimiyyətə gələndən sonra bilirsiniz ki, birinci dəfə Trump hakimiyyəti zamanında mövqeyi necə idi? Amerikanın iqtisadiyyətinə yönələcək, Amerikanın daxilinə yönələcək və Amerikanı inkişaf etdirəcək. Amma çox təəssüflər olsun ki, Trumpın ikinci hakimiyyət dönəmi Venezuelaya hücum, İrana hücum, Qrenlandiyanın işğalı ilə bağlı iddialar, Meksika ilə bağlı iddialar, Kanada ilə bağlı iddialar. Yəni Trump sanki bütün dünya və ya belə deyək də Amerikanın fitvası ilə, Amerikanın dırnaq arası tırkası ilə Rusiya ilə müharibəyə girən, Ukraynanın dünyada müsbət imici olan, lider olan Zelenskini Ağ evə çağırıb aşağılamaları, yəni bütün dünyaya yuxarıdan aşağı baxmaları, bütün dünyada nifrət yaradır. Eyni zamanda Avropaya belə deyək də, sanki bunun sözü ilə oturub duran uşaqlar kimi fatı qalx, fatı otur üslubu ilə yanaşmasını Avropada qəbul eləmir. Və Trump Avropaya
qarşı olan tələblərinin qarşılığı olaraq da Avropaya bir şey vəd etmir. Avropadan bunu kəsəcəm, Avropadan bunu doğrayacam deyir. Amma tutalım, bunun müqabilində Avropaya hansısa bir, belə deyək də, göymuncuq da vermir ki, bax, bunun müqabilində də mən bunu edəcəm. Əvəzində nə inir? Avropanın faktiki olaraq Amerika qitəsindəki torpaq olan Grenlandiyanın deyir ki, mənimdir. Yəni, Avropanın super güclərini aşağılayır. Belə dedim, mənim Makronla münasibətim bəllidir. Yəni, Makronu heç vaxt sevməmişəm və belə deyək də, ən çox tənqid edən şəxslərdən biri olmuşam. Amma Makronu orada aşağılayır, deyək ki, Almaniyanın prezidentini bu tərəfdə aşağılayır və insanlara qarşı olan münasibəti gətirdi, ona çıxartdı ki, həm Avropanın siyasi hakimiyyəti, həm Avropa xalqları bugün Trumpa nifrət edirlər. Çox maraqlı bir hadisə baş verdi. Həm də İrana hücum zamanı aydın oldu ki, illərdir yaxın şərq ölkələrindən, ərəb ölkələrindən milyardlarla pul alırdı, onların təhlükəsizliyinə təminat zəmin olmaq üçün. Amma İran müharibəsində aydın oldu ki, heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. İran istədiyi formada bu ərəb ölkələrini zərbələr endirdi. Amerika isə seyirci mövqedə qaldı. Və Amerika bu bölgədə demək olar ki, etibarlılıq limitindən istifadə elədi və bu bitdi. Və yəqin ki, mürəkkəb hadisələr baş verəcək. Eyni bu etibarsızlıq Avropada da baş verir. Belə məntiq çıxmırmı ki, bir neçə ildən sonra Amerika Birləşmiş Ştatları süper güc nüfuzunu ümumiyyətlə itirəcək? Trumpı Amerikanın Qarbaçovu hesab edənlər artıq günü-gündən artır. Xüsusilə də ki, ziqzaq açıqlamaları, bugün bu sözü deməsi, sabahları öz sözünü ard-arda təksib etmələri, İrana vaxt verib ardınca başqa bir münasibət göstərmələri, bütün bunlar əslində belə deyək də, Amerikanın imicinə çox ciddi şəkildə ziyan vurur, zərbə vurur və xüsusilə müəyyən o Epstein qalmaqalı olsun və onun fonunda öncə İranla müzakirələrə davam edəcək deyib, ardınca da müharibəyə başlaması və 2 həftəlik bir əməliyyat deyib, hələ də ki, o müharibəni bitirə bilməmələri, bütün bunlar Amerikanla bağlı olan bir mifi dağıtdı. Və bu eyni zamanda İsrailin bir dəmir qübbəsi var idi ki, o dəmir qübbədən heç kim İsraili vura bilməzdi. Bir illüziyası vardı, bunu dağıtdı. Yəni, Trump'ın bu siyasəti sonuc etibarı ilə Amerikanın bütün imicinin üstündən xətt çəkdi. Və onun üçün də bugün belə deyək də, Amerikanın öz cibində hesab elədiyi Avropa ona qəşəng bir dirsək göstərdi. Orban bu seçkidə məğlub olub, amma gələn seçkilərdə bəlkə də əgər partiyasının siyasətini yeniləyərsə, müəyyən şüarlarında yenilik edərlərsə filan, bəlkə də növbəti dəfə bəlkə hakimiyyətə qayıda bilər. Amma məsələ burasındadır ki, Avropada və Macaristanda Orbandan öncə iki qardaş Trumpla Putin məğlub oldu Avropaya. Və bunu soruşmaq istəyirəm. Bu məğlubiyyətdən sonra Trumpla Putin arasında münasibətlər daha da dərinləşib, daha da doğmalaşa bilərmi? Çünki bu seçkilərdə məğlub olan bir Trump oldu, bir də Putin. Bütün dünyada belə bir fikir var ki, zaten bunların münasibətləri də qarşılıqlı bir döyüş gedir və Trumpla Putin əslində belə deyək də eyni hədəfə vururlar və Trumpa qarşı seçki dönəmindəki bütün ittihamlar da bu idi ki, Trumpın seçilməsi əslində Putinin bir oyunudur və Amerikadakı seçkilərə Putin müxtəlif yollarla təsir edir. Amma İkisinin də diktator olduqları üçün, ikisinin də təfəkküründə hardasa hegemonluq, demokratiyanın əsər əlamət olmadığı üçün, heç birinin beynində demokratik anlayış olmadığı üçün, əvvəl-axır bu iki diktator da bir-birini yeyəcəklər. Və biz hesab edirik ki, əgər İran məsələsini Trump qısa müddətdə və sürətli bir şəkildə həll edə bilsəydi, üzünü Ukraynaya və Putinə döndərəcəkdi. Amma bugün faktiki olaraq necə ki, Ukraynada Putin bir bataqlığa batıb çıxa bilmir, yüz minlərlə, artıq milyonlarla Rus əskəri orada ölür.
Eyni şəkildə burada bəlkə də itkilər Rusiya ilə müqayisədə az olsa belə, faktiki olaraq bu bataqlıqdan da hələ Tramp çıxa bilməyib ki, üzünü Rusiyaya və ya Çinə döndərsin və ya Şimali Koreyaya döndərsin. Amma faktiki budur ki, İran məsələsi istənilən halda, belə deyək də, həll olunandan sonra ki, görünən budur ki, psixoloji üstünlük hələ də ki, İrandadır və İranın üstünlüyü ilə məsələlər gedir və belə deyək də, məğlub olan ölkə, liderini itirən ölkə görüşmələrdə, belə deyək də, söz diktə eləyə bilməz. Hər yerdə necə olur, kapitulyasiya necə olur, önünə qoyulan mətni imzalamaq məcburiyyətində qalır. Amma faktiki olaraq İran burada dirəniş göstərdi. Həm sahədə dirəniş göstərdi, həm görüşmələrdə dirəniş göstərdi və Amerika ikinci şəxsini göndərsə də, belə deyək də, İran onların şərtləri ilə razılaşmadı. Amma istənilən halda bu müharibə bitəcəyi təqdirdə mən hesab eləmirəm ki, Putinlə Tramp yaxınlaşacaqlar. Əvvəl-axır o iki qoçun başı bir qazanda qaynamadığın kimi bu iki diktator bir-birlərlə kəllə-kəlləyə gələcək. Tamaşaçılara bir şey də izah eləyək ki, kapitulyasiya nədir? Kapitulyasiya Azərbaycanda 44 günlük müharibədən sonra Cənab Prezident İlham Əliyevin hazırladığı və təqdim elədiyi sənədə Ermənistanın baş naziri sakitcə imza atması kimi bir şeydir. Yəni kapitulyasiya budur. Görək, indiki proseslərdə kapitulyasiya qoxusu gələcək ya yox. Bir daha verilişimizdə iştirakınıza görə təşəkkür edirik. Sağ olun.